Verilən elektrik dövrəsində V2 voltmetrinin göstəricisi 40 volt olarsa, V1 və V3 voltmetrinin göstəricilərini tapın. Dövrədən keçən cərəyanın yollarını göstərsək, deməli, cərəyan bax bu hissədən və aşağıdakı R müqavimətindən keçmiş olacaq. Deməli, voltmetrin daxil müqaviməti çox böyük olduğu üçün biz bu hissədən və bu hissədən cərəyan keçdiyini qəbul eləyəsi deyilik. Və eyni ilə buradakı V2 voltmetri də daxili müqaviməti böyük olduğuna görə üstdən gələn cərəyan aşağıya ya da aşağıdan gələn cərəyan üstə qarışması olmayacaq. Deməli, üst hissədən keçən cərəyan 2R-dən, alt hissədən keçən cərəyan da R müqavimətindən keçmiş olacaq. V2 voltmetrin göstəricisini tapaq. Voltmetrin qoşulma nöqtələrini A və B ilə işarələsək, deməli, burada R, burada isə 2R olduğuna görə müqavimətlərdə 2 dəfə fərq olduğu üçün cərəyanda da 2 dəfə fərq olmuş olacaq. Deməli, üst hissədən keçən cərəyan I qədər olduğunda alt hissədən keçən cərəyan 2I olmuş olacaq. A nöqtəsinin potensialı olacaq, deməli, I vurulsun R, yəni A nöqtəsinə qədər mənbədən olan hissə, bax bu hissə və B nöqtəsinin potensialı olacaq 2I vurulsun R. Onda A və B nöqtələr arasındakı potensiallar fərqi, yəni V2 voltmetrinin göstəricisi 2IR minus IR, IR olmuş olacaq. Biz də voltmetrin göstəricisinin 40 olduğunu bilirik. Deməli, IR ifadəsi 40 volt olmuş olacaq. Bu burada dursun. İndi V1 voltmetrinin göstəricisine baxası olsaq, o 2R-i, V3 voltmetr isə R müqavimətindəki gərginliyi ölçür. Onda V1 voltmetri cərəyanı I müqaviməti olacaq 2R və V3 voltmetri cərəyanı 2I ancaq müqavimət R-dir. Yəni, hər ikisi 2IR olmuş olacaq. Və biz də IR-in 40 olduğunu bildiyimizə görə, deməli, 2 dənə 40, 80 volt olacaq hər ikisi. Cavab C.